tarix səhnəsində bir çox türk hökmdar gəlib keçib və tarixdə böyük izlər qoymuşdular. Lakin bəzi tarixi şəxslər də var ki, türk olmadıkları halda türk kimliyi ilə tarixə həkk olunub. Bugünkü videomuzun mövzusu tarixdə türk olaraq bilinən tarixi şəxslər haqqında olacaq. Səlahaddin Əyyubi. Tam adı Əl-Məlik, Əl-Nasır, Abu Müzəffər, Səlahaddin Yusif bin Nəcməddin Əyyubi olan Səlahaddin Əyyubi 1138-ci ildə dünyaya gəlib, Misir və Suriya sultanı olaraq bilinir və Əyyubi sülaləsinin banisi olur. Tarixdə o, səlibçilərlə apardığı savaşları ilə tanınırdı və həmin bu savaşlardan ötürü bir çox insan Səlahaddin Əyyubinin türk olaraq bilsə də, bu tamamilə səhv fikirdir. Səlahaddin Əyyubinin ulu babaları getdikləri coğrafiyaya görə öz etnoslarında dəyişiklik göstəriblər. Əslən Yəmən ərəbidir. Ulu babaları Yəməndən Azərbaycana köç edib və orada yaşayan Kürd tayfaları ilə qaynayıb qarışaraq kürdləşdi. Daha sonra Misirdə türklərlə qaynayıb qarışaraq türkləşdi. Yəni Səlahaddin Əyyubidə 3 fərqli etnosun izi olsa da əslən ərəbdir. Battal Qazi. Türk filmləri ilə tanınan Battal Qazi haqqında çox məlumat mövcud deyil. 685-ci ildə dünyaya gəldiyi və Peyğəmbər nəslindən olduğu bilinir. Battal adını döyüşlərdə göstərdiyi cəsarəti ilə aldı. Əsl adı Abdullahdır. Battal Qazi ömrünün böyük hissəsini xristianlarla savaşaraq keçirmişdi. Bir çox tarixçi onun türk olduğunu söyləsə də əslən ərəbdir. Çingiz xan. Monqollar və türklər eyni coğrafiyada, eyni adət-ənənələr əsasında yaşamışdılar. Elə buna görə də Orta Asiya mədəniyyəti iki irqin əsasını təşkil edir. Lakin antropoloji olaraq iki irqdə də fərqliliklər var. Türklər ağ irqə, Monqollar isə sarı irqə mənsubdur. Çingiz xanın soy ağacında türklük var. Çünki Monqollar və türklər uzun əsrlər boyu bir yerdə yaşamışdı. Amma bu Çingizin türk olduğunu bildirmir. Çingiz xan özü də özünü Monqol kimi bildirmişdir. Mövlana Cəlaləddin Rumi. Mövlana 1207-ci ildə Əfqanistanın Bəlx şəhərində dünyaya gəlib və indiki Türkiyənin Konya şəhərində dünyasını dəyişib. Mövlana tarixçilər tərəfindən türk olaraq qələmə verilsə də əslən farsdır və ana dili farsdır.